Salam, diqqət mərkəzindən baxırsınız. Ötən həftənin sonu Azərbaycan və Rusiya arasında diplomatik qalmaqalla yadda qaldı. Həştərxana Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün gedən Azərbaycan nümayəndə heyətinin bir üzvü, millət vəkili Azər Badamovun Rusiyada arzu olunmaz şəxs olduğu üzə çıxdı və deputat bu ölkədən deportasiya edildi. Səhv etmirəmsə, bu Azərbaycan-Rusiya münasibətləri tarixində ilk belə hadisədir. Azər Badamovun arzu olunmaz şəxs olduğu barədə məlumat əvvəlcədən niyə verilməyib? Baş verən bu hadisə təsadüfdürmü, yoxsa Kremlin qüllələrindən hansınınsa sərt siyasət nümayiş etdirmək cəhdidir? Azər Badamov deportasiya edilən vaxt Ümumrusiya Patriarxı Kiril Bakıda idi və Prezident İlham Əliyevə Vladimir Putinin 9 may paradına dəvətini çatdırırdı. Bundan əvvəl Bakıya Rusiya parlamentinin spikeri Valentina Matviyenko səfər etmişdi. Onun məqsədi isə Azərbaycan təyyarəsinin vurulmasından sonra Bakı ilə Moskva arasında yaranan problemləri aradan qaldırmaq idi. Rusiya niyə belə edir? Bir tərəfdən münasibətləri bərpa etməyə çalışır, digər tərəfdən millət vəkilini deportasiya edir və ya Rusiyada yerləşən haker qrupları Azərbaycan kütləvi informasiya vasitələrinə kiber hücum təşkil edir. Rusiya nə istəyir? Sualı kifayət qədər ritorikdir, amma bugün ona cavab axtarmağa çalışacağıq və bunun üçün studiyamıza dəvət etdiyimiz qonaqları sizə təqdim edirəm. Millət vəkilləri Azər Allahveranov, Hikmət Babaoğlu, Rizvan Nəbiyev və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov. Axşamınız xeyir, hörmətli qonaqlar, studiyamıza xoş gəlmişsiniz. Azər müəllim, sizdən başlayaq. Millət vəkili kimi siz də müxtəlif ölkələrdə səfərdə olmuşsunuz. İstisna etmirəm ki, Rusiyada səfər etmişsiniz. Necə olur ki, Azərbaycan millət vəkili arzu olunmaz şəxs olur Rusiya kimi bir ölkədə, amma özünün bundan xəbəri olmur? Düzü desəm, heç inandırıcı gəlmir ki, bu şəxs arzu olunan şəxslər siyahısında idi. Yəni, məlum o qara siyahı deyilən bir siyahı var. Çünki adətən bu tipli səfərlər qabaqçıdan razılaşdırılır, müəyyən protokol qaydaları var və nəticə etibarilə biz nəzərə alsaq ki, millət vəkilləri xaricə səfərlər edirlər diplomatik pasportla. Yəni, diplomatik pasportun özünün konkret olaraq buna bağlı protokol qaydaları var və bunlar hamısı qabaqçıdan razılaşdırılır və ondan sonra təbii ki, səfər baş tutur. Dəfələrlə bəli, haqlısınız, biz səfər edərkən yenə də eyni ilə bir neçə gün qabaqçadan bütün atacağımız addımlar, hətta hava limanlarında bizi qarşılayacaq şəxslər və digər məsələlər, onlar hər tərəfli müzakirə olunduqdan sonra yekun qərar əsasında səfər baş tutur. Amma mənim diqqətimi çəkən bu hadisə ilə bağlı, xoşa gəlməz hadisə ilə bağlı təbii ki, digər bir məqam nə ilə bağlıdır? Bu, aprel ayının 17-sində Azər müəllim Dağıstana səfər etmişdi və Dağıstanda bizim digər həmkarımızla birlikdə Dağıstan Milli Şurasının 30 illik yubileyi ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etmişdi. Yəni, bu baş vermişdi aprel ayının 17-si. Və indi sonuncu hadisə, insident baş verir may ayının 4-ündə. İndi sual yaranır. Bu 2-3 həftə ya 1-2 həftədən birə qədər artıq olan müddətdə nə baş verdi ki, konkret olaraq Azər müəllimlə bağlı deməli, bu məsələ bir üzə verdi. Məndə belə bir təəssürat yarandı ki, burada təbii ki, hansısa bir arzu olunmaz şəxs, hansısa bir siyahı, hansısa bir qərarın verilməsi baş verməyibdir. Burada böyük ehtimal, bu təxmini ola bilər, bu mənim fikrimdir şübhəsiz ki, müəyyən qüvvələr var, onlar zaman-zaman çalışırlar Azərbaycan-Rusiya münasibətlərində hansısa bir pozitivlər baş verdiyi, müsbət dinamik olduğu təqdirdə, bir də görürsünüz hansısa bir addım atırlar, hansısa bir informasiya, xüsusilə də məkanında hansısa bir fake məlumatı dövrəyə buraxırlar, bu kifayət qədər geniş şəkildə tirajlanır və çalışırlar münasibətlərin gərginləşməsinə səbəb ola biləcək bir situasiya yaransın. Mənə elə gəldi ki, burada da yəni eyni ilə nəzərə alsaq ki, söhbət parlamentin deputatından gedir, nəzərə alsaq ki, diplomatik pasport sahibindən gedir, nəzərə alsaq ki, burada həqiqətən dövlətlər arası, ən azından parlamentlər arası müəyyən kontaktlar olubdur bu məsələ ilə bağlı, səfərlə əlaqədar olaraq. Əgər bu hadisə baş veribsə, bu demək ki, həmin qüvvələr elə Rusiyanın daxilində də ola bilər, Rusiyanın xaricində də ola bilər, burada indi istisna deyil, bəllidir ki, ayrı-ayrı strukturlar bununla bağlı araşdırma aparır və biz indiyənə qədər də Rusiyanın Xarici İşlər Nazirliyindən bununla bağlı hansısa bir məntiqi bir izah eşitməmişik. Amma yenə də düşünürəm ki, araşdırma aparılır və bu məsələ aydınlığa gətiriləcək ki, ən azından nə üçün Azər müəllimin Rusiya ərazisinə girişinə, bax bu mərhələdə, bu anda, mayın 4-ündə girişinə icazə verilməyibdir. Hərçən ki, aprel ayının 17-sində Azər müəllim çox rahat şəkildə Rusiya ərazisinə daxil olub və tədbirlərdə də iştirak edibdir. Hikmət müəllim, sizin fikriniz nə baş verdi ki, aprelin 17-sində Rusiyaya səfər edən Azər Badamov üstündən cəmi 17 gün keçmiş
artıq Rusiyaya buraxılmadı. Yəni nə olmuşdusa, əlaqələndirirlər bunu Azərbaycanovun Nikolay Valuyeva cavabı ilə bağlı. Valuyeva Azərbaycanov 3 ay bundan əvvəl cavab verib. Niyə məhz indi? Məsələ belədir. Biz bunun əlbəttə ki, dəqiq cavabını yalnız və yalnız Rusiya Xarici Nazirinin Azərbaycan Xarici Nazirinə verə biləcəyi mümkün izahatdan sonra öyrənə biləcəyik və təxmin edə biləcəyik əslində nə baş verir. Məsələnin bir tərəfi. Ancaq mən elə gəlir ki, biz 3 il geri dərinliyə ekskursiya etməliyik, tarixi yaddaşımızı təzələməliyik. 2022-ci il fevral ayının 22-sində Rusiya və Azərbaycan arasında müttəfiqlik birgə fəaliyyət haqqında imzalanan o bəyanata enməliyik. Rusiya və Azərbaycan arasında bu cür enişli, yoxuşlu münasibətlər, bu cür təbəllülatlı və demək, ikili yanaşmalar məhz o dövrdən başladı. Mən elə gəlir ki, kimlərsə Rusiyada çox dərin qatlarda olan dövlətdə idarə etmədə təsir imkanları olan bəzi güc mərkəzləri elə bu bütövlükdə bu əlaqənin özündən narazı qalıblar. Məsələnin bir tərəfi. İkincisi, son bir neçə ayda Rusiya-Azərbaycan arasında baş verən münasibətlərə diqqət yetirsək, görəcəyik ki, Azərbaycanda Rus evi ətrafında bir qalmaqal yaradılır. Ondan sonra Azərbaycan təyyarələrinin vurulması hadisəsi baş verir təqribən bir ildən bir qədər artıq vaxt ərzində. Ondan sonra nə baş verir? Deməli, Azərbaycanda hibrid müharibə komponentləri müşahidə edilir və bunun arxasından yenə Rusiya çıxır və nəhayət gördüyümüz bu paradoksal hadisə. Yəni, görürsünüzmü? Bu bizə iki cür ipucu verir. Yəni, biz fikirləşə bilərik ki, Rusiya artıq əvvəlki amiranə, diktə edici Rusiya deyil. Ona görə hansı hərəkəti gizli etməyə çalışır, edə bilmir və nəticədə bu cür hallar meydana çıxır. Bu məsələnin bir tərəfi. Əgər bu dediyim kimidirsə, bu yaxşıdır. Demək, Azərbaycan güclü ölkədir. Azərbaycana qarşı hansı addımlar atmağın dolayı yollarını Rusiya axtarır və Azərbaycanın gücünün göstərisidir. Amma yox, bu kimlər tərəfindənsə edilirsə, burada qeyd olunduğu kimi, demək ki, hələ də Rusiyada Azərbaycan-Rusiya münasibətlərini istəməyən güc mərkəzləri var. Heç şübhəsiz ki, burada bunların da başında erməni lobbisi və erməni pərəstlər gəlir. Bu da məsələnin bir tərəfi. Mən elə gəlir ki, bu səsləndiyimiz fikirlərin hər birində bir qədər həqiqət payı var. İndi isə gələk hadisənin özünə. Azər-Badamova tətbiq olunan bu deportasiya nə dərəcədə doğrudur? Bunun hüquqi tərəfləri var, inzibati tərəfləri var, siyasi tərəfləri var. Birincisi, siyasi tərəf nədən ibarətdir? Belə hallar baş verdikdə, yəni kimisə ev sahibi ölkə öz ölkəsində görmək istəmirsə, xüsusi status var diplomatiyada, persona non grata və bu elan olunur. Xaricilər Nazirliyinin xüsusi siyasətində bu çap olunur, göstərilir hamıya. Açıq şəkildə Rusiya kimdən qorxacaq ki? Mən filan millət vəkilini qəbul edirəm. Və Məsələn, biz Konstantin Zatulini, Nikolay Valuyevi qəbul edirik. Və biz bunların hamısını Azərbaycan Xaricilər Nazirliyinin statusunda görmüşük. Ona görə ki, diplomatik fəaliyyət haqqında Viyana Konvensiyasının tələbləri də bunu təkid edir ki, bu göstərilsin, kim hara gedəcək və ya getməyəcək. Bu məsələnin siyasi tərəfi. İkinci tərəfi, hüquqi tərəfi. Baxın, hava limanına Azərbaycan Respublikasının millət vəkili enir. Bu sıradan millət vəkili deyil, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvüdür. Hətta mən səhv etmirəmsə, Rusiya-Azərbaycan parlamentlərarası işçi qrupunun da üzvüdür. Bunun xəbəri yoxdur. Doğrudurmu? Bəli. Bunun xəbəri yoxdur. Və birdən-birə bu adam saxlanılır. Halbuki, burada bir neçə gün əvvəl hansısa demək səbəb üçün Rusiya Federasiyasında olubdur. İndi burada da çox qəribə bir sual çıxır. Yəni, belə çıxır ki, bir neçə Rusiya var qarşımızda, biri Moskvadır, biri Dağıstandır və hər birinin ayrıca hüquqi statusu var, fərqli hüquqi statusu var. Mənə gəlir ki, Rusiyada bu ali hüquq sistemi bunu araşdırmalıdır. Necə olur, əgər bu persona non grata elan olunubsa, 17-si gedir. Dağıstana gedir, demək onda Dağıstan Rusiya Federasiyası deyil, etiraf edirsə, gəlin etiraf eləyəm, burada bir problem yox. Amma Moskvaya gedəndə nədənsə birdən bu məsələ tətbiq olunur. Bu da ikinci tərəfi. Və üçüncü tərəf dediyimiz kimi, hansı səbəbdən deportasiya edildiyi demək, şəxsə bildirilməlidir. Axı, millət vəkillərinin diplomatik pasportu var və orada xüsusi qeyd var. Bu pasporta necə davranmaq lazımdır və bu pasport hansı statusda olan şəxslərə verilir. Yəni, bu prosedurların diplomatik fəaliyyət haqqında Viyana Konvensiyasından tutmuş,
ondan sonra demək qonşuluq münasibətlərindən tutmuş Rusiya-Azərbaycan münasibətləri hər şey, bütün qaydalar pozulubdur. O halda ki, israrla bugün Rusiya çalışır ki, Azərbaycanla münasibətlər yeni bir mərhələ qədəm qoysun. Bunu siz qeyd edədiniz. Rızvan müəllim, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü Moskvaya buraxılmır. Yəni, əslində bu özü bir nonsens hadisədir. Yəni, bir göstərici kimi də qəbul etmək olar. Diplomatik praktika nə edir? Necə olmalıydı? Hansı prosedurları Rusiya tərəfi gözləməli idi və bunu etməyib? Biz təxminən bir il əvvəldə Avropa Şurası Parlament Assambleyasında bizə qarşı qeyri-dost, konkret düşmən addım atan 70 neçə deputatı persona non grata elan elədi. O siyahı da açıqlandı və COP ərəfəsində də onlar ölkəyə buraxılmadı. Bugünə də ölkəyə buraxılmır. O insanlar da bilir siyahıda adların olmasını və Azərbaycan dövləti çox açıq şəkildə bu adı bəyan edir. Səbəbini də bilirlər. Və səbəbi də aydındır, əsaslandırılmış şəkildə ki, bu mövqedən açıqlanıb. Düzdür, hər hansı bir dövlət öz suverenliyinə əsaslanaraq bu və ya digər formada məsələni açıqlamaya bilər. Yəni ki, o başqa dövlətin vətəndaşına qarşı bir də görürsə viza da verilmir və səbəb açıqlanmır. Amma burada söhbət iki strateji müttəfiqdən gedir. Söhbət Rusiya-Azərbaycan parlamentlərarası qrupunun üzvündən gedir və Milli Məclisin deputatından gedir. Yəni vəziyyəti siyasi cəhətdən dəyişdirən bir neçə faktor var. Ona görə də bu məsələyə ilk siyasi hüquqi qiyməti verən Azərbaycan Respublikası Xariclər Nazirliyi oldu və bunu qeyri-dost addım adladı. Yəni kifayət qədər yumşaq, amma özündə eyni zamanda ciddi məqamlara etibar edən bir addımdır və qeyri-dost addım və bundan sonra təfərrüatlı izahat gözlənilir. Ki, nəyə görə? Azərbaycan Respublikası Milli Məclisinin deputatına qarşı, yəni bir neçə mərhələ keçəndən sonra, deyək ki, Moskvada hansısa bir hava limanında bu addım atılır. Bilirsiniz, Azərbaycan Respublikası təkcə Rusiya Federasiyasının mərkəzi ilə deyil, ayrı-ayrı federal subyektlərlə də münasibətləri inkişaf etməkdə maraqlıdır və 90-cı illərdən bugünə qədər hardasa 30-a yaxın federal subyektlə Azərbaycan Respublikası hökumətinin iki tərəfli sazişləri var. Bunlar mədəniyyət, deməli, iqtisadiyyat və digər humanitar sahələrdə əməkdaşlıq özündə etibar edir və məqsəd ondan ibarətdir ki, Rusiyanın federal quruluşa malik olmasını nəzərə alaraq, deməli, təkcə mərkəzlə deyil, eyni zamanda kifayət qədər iqtisadi gücü olan o subyektlərlə də iki tərəfli münasibətlər inkişaf eləsin və bu hər iki tərəfin marağındadır. Və Həştərxanla da münasibətlər bu kontekstdə xüsusilə diqqəti cəlb edir və Həştərxanda biz ötən ilin dekabrında olduq, Ümummilli liderin anım günü münasibətindən. Deyim ki, orada Ümummilli liderin adına böyük bir park var. O parkda abidəsi var. Onun adını daşıyan məktəb var. Həmin məktəb Həştərxanda bir nömrəli məktəb sayılır. Ciddi rəqabət gedir ki, kimsə o məktəbdə təhsil almaq üçün qeydiyyatdan keçsin. Yəni, Azərbaycan Respublikasının ictimai və mədəniyyət diplomatiyası sahəsində apardığı nümunəvi bir neçə yer göstərilə bilərsə, o həmin Həştərxan şəhəri və orada Ümummilli liderin adından bağlı olan o məsələlərdir ki, sadaladığım o. Və Azərbaycan nümayəndə heyəti də Rusiya tərəfinin dəvətindən və dəvət eləyən də orada qubernatorun müavinidir, Həştərxan vilayətinin baş naziridir və Afanasiya səhv eləmirəmsə və o dəvət edir. Yəni rəsmi dəvətlə heyət gedir. Vitse-qubernator gedir. Bəli, vitse-qubernator və bu addım baş verir. Təbii ki, dedim ki, qeyri-dost addım, amma Azərbaycan-Rusiya münasibətlərində bugün bunu əsaslandıracaq hər hansı mən ciddi səbəbi görə bilmirəm. Nə, deyək ki, ayrı-ayrı Milli Məclis üzvünə qarşı və yaxud da iki tərəfli dövlətlər arası münasibətlərdə. Deməli, burada mən də bu məsələyə daha çox tendensiya edirəm ki, iki tərəfli münasibətlərin pozulmasında və yaxud ona zərbə vurmaqda maraqlı olan qüvvələr var. Və həmin qüvvələr bu və digər şəkildə hər hansı imkanı gözləyir ki, həssas bir məqamda necə deyirlər, o xəncəri vursunlar ki, münasibətlərdə belə soyuqluq yaransın. Fəxr bəy, müxtəlif versiyalar eşitdik. Sırağa gün, səhv eləmirəmsə, Rusiya Patriarxı Kiril Bakıdaydı və birbaşa mətnlə Prezident İlham Əliyevlə görüşdə dedi ki, məni bura Vladimir Vladimiroviç Putin göndərib ki, sizi 9 mayda parada dəvət edeyim. Və bunun səhəri günü Azərbaycanı buraxmırlar, qalmaqal başlayır və bizdə dərhal Rusiya bizdən nə istəyir? Sual yaranır. Azərbaycanla Rusiya arasında mövcud problemlər yada düşür və s. və ilaxır. İndi bunu eləyən qüvvələr Rusiyanın daxilində, əgər bu bir mərkəzdən idarə olunmursa, bunu eləyən qüvvələr nə məqsəd güdür və kimə qarşıdır onda? Böyük dövlətin kiçik ərazisi, əhalisi baxımından kiçik qonşusu olmaq o qədər də sadə bir şey deyil. Ələxüsus ki, o həmin böyük dövlətin bir parçası da olub vaxtilə, o kiçik dövlət, yəni Azərbaycan. Və biz Rusiya ilə münasibətlərdə də bunu daim
nəzərimizdə saxlamalıyıq. İkinci məqam odur ki, Rusiyanı inkar edə bilmərik. Orada 100 minlərlə Azərbaycanlılar yaşayır. 4,7 milyard dollarlıq ticarət dövrəmiz var və bu ticarət dövrəsinin böyük bir hissəsi qeyri-neft payına düşür. Burada da 10 minlərlə insanlar çalışır. Niyə görə bunları deyirəm? Rusiyanı başa düşmək üçün bir çox məqamları nəzərə almaq lazımdır. Digər kiçik ərazisi kiçik olan dövlətlərlə Azərbaycan müqayisədə nə vəziyyətdədir? O vəziyyətdədir ki, Rusiya sülh məramlarını biz ölkəmizdən çıxarda bilmişik. O vəziyyətdədir ki, biz istədiyimiz layihəni həyata keçirdirik, istəmədiyimiz layihəni həyata keçirmirik. O vəziyyətdəyik ki, Rusiya dəfələrlə Azərbaycanı ODKB-yə, Avrasiya İqtisadi İttifaqına üzv etmək istəyib, alınmayıb. Təzyiq edib, alınmayıb. Yəni, biz bu vəziyyətdəyik. İndi, bəli, deputatımıza qarşı bu hörmətsizlik həyata keçirilibdir. Və burada tam təfərrüatları açıqlandı və görürük ki, tam məntiqsiz bir addımdır. Amma hansı hadisədən sonra baş verib və hansı hadisədən öncə? Uçaq məsələsi. O məsələ bağlanmayıb. Və hamı da görür ki, misal üçün Azərbaycan prezidenti Rusiyaya bağlı hər hansısa bir fikir bildirmir. Yarımçıq üzr oldu. Günahkarlar cəzalandırılmayıb. Uçaqla bağlı kompensasiya verilib, amma fərdlərə, zərər çəkənlərə kompensasiya verilməyib. Yəni, hər bir istiqamətdə addımlar yarımçıq atılıb. Və biz nə görürük? Rusiya Federasiyasından Federasiya Şurasının rəhbəri səfər etmişdi. Xoş sözlər dedi, çoxlu. İndi patriarx gəlib. Patriarx nə üçün gəlib? Biz nəyə gördük? 9 may tədbiri ilə bağlı dəvətnamə. Bundan öncə dəvət edilməmişdi Azərbaycan prezidenti. Edilmişdi. Özü bir prezident yox, 3 prezident tərəfindən. Yəni, Putinin kabinetində Lukashenko ilə Rahmon zəng eləmişdilər Azərbaycan prezidentinə. Və bizim də rəsmi press-relizdə bildirmişdi ki, orada görüş, yəni həmin bu şəxslərlə görüşü Moskvada həyata keçirilməsinə razılıq verilib. Bəs niyə görə ikinci dəfə lazım idi patriarx kimi bir adamı yollamağa bura? Nə dini bayramdır, nə bir digər bir xüsusi tədbir var. Birdən-birə gəlib. Çünki özəl münasibət var. Azərbaycana özəl münasibət var. Və bu münasibəti korlamağa və onu heç bir halda Moskvada belə deyək, özünə sığışdırmayan qüvvələr var. Bilirsiniz, Rus evi bağlanandan sonra Azərbaycan nə edir? Rus evini də bağladı, USAID-ni də bağladı. Bir nümunə yaratdıq. İndi Mərkəzi Asiyada həmin qayda ilə BMT-nin ofisində bağlayırlar, USAID-nin də ofisində bağlayırlar, paralel olaraq da Rus evlərini. Onlar da biraz başını qaldıran kimi hətta həbs də eləyirlər, Qırğızstandakı kimi. Yəni, Rusiyada o qüvvələr hansılar ki, o imperialist düşüncə ilə yaşayır, onlar görürlər ki, Azərbaycan belə nümunələr yaradır. Hansılar ki, o birisi qonşularda istifadə etməyib. Halbuki biz ərazi baxımından onlardan kiçiyik. Belə baxanda. Həm əhali, qonşu, həm iqtisadi imkan, həm də ərazi. Amma müstəqil siyasətimizi həyata keçirdik. İndi bu qüvvələrdə çalışır ki, bu problemlər yaratsın. Yenə də deyim, biz Rusiya ilə bağlı öz xəttimizi tutmuşuq. Müstəqil, çox çətindir bu xətti həyata keçirmək. Daxili siyasətdə də müdaxilələr var, amma bunu həyata keçirdirik. Bunu ağ-qara dünyada belə sadə dillə başa salmaq çox çətindir. Amma nümunələrimiz var. Məsəl üçün, Gürcüstan nümunəsi var. Necə biz dəstəkləmişik onu, müstəqilliyini və s. İndi də həmçinin. Və biz bu irəli gedirik. İndi bu addımla onlar münasibətlərimizə xələl gətirirlər, əlbəttə gətirirlər. Amma bizi müstəqillik yolundan Rusiya ilə iki tərəfli münasibətlərdə bərabər hüquqluluqdan çəkindirirlər, xeyr. Azərbaycan bir qədər çətin sual verəcəm. Özüm də anlayıram ki, bu suala cavab vermək çətindir, amma hər ehtimalla. Biz deyirik Rusiyada müəyyən qüvvələr. Kremlin qüllələrindən biri
və sair və ilaxır. Və ya bir neçəsi. Və ya bir neçəsi. Hansı qüvvələrdir? Məsələn, Azərbaycan mediasına hakerlərin hücumu təşkil olundu və hətta azdırıcı iz kimi digər ölkələrlə bir bağlantı yaratmaq istəmişdilər, cəhd var idi. Hansı qüvvələrdən söhbət gedir? Kimdir bu qüvvələrin başında dayanan ki, o Rusiya prezidentinin dediyi bir və qurmağa yaratdığı fikirli Putin göndərib də o siyasi kursa, belə deyək də, mane olmağa çalışsın? Çətin sualdır, amma eyni zamanda da maraqlı sualdır. Dövlət içində dövlət, şübhəsiz ki, müəyyən güc strukturları, xüsusilə də kiber hücumlarını təşkil edən, həmin dairələrlə bağlı olan qurumlar var, siyasi mərkəzlər var. Siz qeyd elədiniz ki, xarici ölkə yox, elə də xarici ölkə elə də kənarda qalmayıbdır. Fransanın xüsusi xidmət orqanları bu prosesdə də sözünü deyə bilir və biz nəzər alsaq ki, müəyyən əməkdaşlıq əlaqələri də var. Yəni Rusiya ilə Fransa arasında. Digər dövlətlər də bu prosesdə aşağı-yuxarı öz sözünü deyə bilər. Amma bu prosesdə Azərbaycan tək deyil. Azərbaycanın da yaxın tərəfdaş olan dövlətlər var ki, elə o səviyyədə də o kiber hücumlara da və digər siyasi təhdidlərə də cavab vermək iqtidarındadır. Və bəlli məsələdir ki, indi biz burada konkret olaraq bu insident barədə danışırıqsa, təbii ki, istəyərdik ki, bu texniki bir səhv olsun. İstəyərdik ki, bu burada hansısa bir məmurun səhvi ucbatından, səhlənkarlığı ucbatından baş verən bir hadisə olsun. Amma görsənən odur ki, burada bu vəziyyəti daha da anti-Azərbaycan isteriya səviyyəsində qaldırmaq istəyən müəyyən qüvvələr var. Yeri gəlmişkən elə biz hamımız izləyirik. Rusiyanın informasiya məkanında Azərbaycan əleyhinə narrativlər üzərində köklənən çoxsaylı videolar paylaşmaqdadır və orada ekspertlər də, müəyyən siyasi dairələr təmsil edən şəxslər də danışır və maraqlı bir hadisə nədən ibarətdir ki, nə baş veribsə Azərbaycana baş veribdir və bugün də Azərbaycanı onlar ittiham edirlər. Bu təsadüfdürmü? Yox, təbii ki, təsadüf deyil. Və hətta tək Rusiyanın informasiya məkanında yox, digər ölkələrində informasiya məkanında biz buna bənzər sanki bir işarə ilə hücuma keçən, deməli, müəyyən siyasi güclərin bu və ya digər fikirlərində, mövqelərində biz belə anti-Azərbaycan narrativlərini çox açıq-aşkar görürük. Və bu onu göstərir ki, bəli, 9 may öncəsi bir qədər Fərhad müəllim qeyd elədi ki, nə üçün məhz indi, təbii ki, özəl münasibətin göstəricisi kimi də dəyərləndirilən bu hadisə, məhz 9 may öncəsi və bu hadisənin də, yəni sırf Azər müəllimlə bağlı olan hadisənin 9 may öncəsi baş verməsi də onu göstərir ki, müəyyən qüvvələr maraqlı idilər ki, təbii ki, bu da mənim subyektiv bir fikrimdir. Azərbaycan da adekvat addım atsın. Adətən belə diplomatik dildə, Rızvan müəllim bilir də, o güzgü effekti məsələsi var. Güzgü prinsipi daha doğrusu. Biz də hansı bir addım ata bilərdik. Düşünürəm ki, burada qarşılıqlı prinsip. Bəli. Biz burada çox soyuqqanlı davranırıq və düzgün də eləyirik ki, onların da gözləntiləri buydu ki, biz də güzgü prinsipindən istifadə eləyərək hansısa bir addım ataq və bu proses geçsin. Və bu proses daha da gərginləşsin, daha da dövrəyə bu anti-Azərbaycan ritorikası salınsın və lap əvvələ qayıdıram. İndi baxın, bu tipli informasiya müharibələri hansı mərkəzlər tərəfindən idarə olunursa, həmin qüllələr də həmin o mərkəzlərlə bağlı olan qüllələr. Hikmət müəllim, adətən belə vəziyyətlərdə nə yaranır? Yəni, bizim millət vəkilini deportasiya ediblər, bizim pasportu saymayıblar və cəmiyyətdə Azərbaycan-Rusiya münasibətlərində mövcud olan problemləri, tarixi problemləri nəzərə alaraq bir etiraz dalğası başlayır və bu etiraz dalğası bəzən isteriyaya da keçə bilir. Sizin fikrinizcə, indi Azərbaycan, bu qalmaqal fonunda Azərbaycan necə davranmalıdır? Azərbaycan mənə elə gəlir ki, soyuqqanlı davranmalıdır. Nəticə etibarilə necə ki, bu vaxta qədər davranmışıq və sonda biz bütün bu cür təxribatvari proseslərdən qalib çıxmışıq, uduşla çıxmışıq. Ona görə məncə yenə də davranış düzdür. Məsələ nədən ibarətdir? Əslində, may ayının 9-da Rusiyada Putinin təşkil etmək istədiyi parad Putin və Rusiyanın gələcəyi baxımından çox mühüm bir hadisədir ya da Putin bu hadisəni mühüm bir hadisəyə çevirməyə çalışır. Yəni, biz məsələyə biraz qlobal fon verək, görək hansı kontekstdə bu hadisələr baş verir. Putin dövlət başçılarını israrla çağırmaqla, o cümlədən Azərbaycan prezidentinə təsadüfi deyil ki, birdən-birə 3 prezident bir yerdə zəng edirlər, sonra
Rusiyada çox böyük nüfuza sahib, pravoslav dünyasında çox böyük nüfuza sahib olan Kirillin, patriarxın Azərbaycana gəlməsi və bu şəkildə xoş sözlər deməsi, qiymətli sözlər deməsi, əslində mənim Putinlə bura gəlməzdən öncə görüşmək fürsətim oldu deməsi, yəni bu fürsət zad deyil. Yəni ki, Putin məni çağırdı, göndərdi bura. Bu demək. Putin niyə bu qədər israrlıdır 9 mayda möhtəşəm bir qələbə paradı təşkil etməkdə? Putin çalışır ki, bütün dünyaya özünlə identik olan bir düşərgənin geostrateji konturlarını göstərsin. Biz Sovet xalqlarıyıq, biz Şərq Avropa xalqlarıyıq, biz faşizmlə birlikdə qalib gəlmişik, bizim ortaq mədəniyyətimiz, ortaq dəyərlərimiz var. Yəni, Putinin düşüncəsində bu üfüqlər Varşava müqaviləsi paktının xəyali üfüqləri olmalıdır NATO-ya qarşı, Amerikaya qarşı. Ona görə də israr edilir. İndi baxın, Azərbaycan prezidentinin oraya gedib getməyəcəyini biz bilmirik. Çünki nəyi, necə, nə vaxt eləməyi özü bilir. Amma baxın, Gürcistan prezidenti və yaxud baş naziri gedəcəkmi, getməyəcək. Çünki diplomatik əlaqələr yoxdur. Demək, Cənubi Qafqazın 3 ölkəsindən biri artıq getmir. Bugün Ermənistan prezidenti Paşinyan, Alin Simonyan bugün parlamentin sədri bəyanat verir ki, Gedə də bilər, getmir. Gedə də bilər, getməyə də bilər. Yəni, bu daha çox getməyə bilər deməkdir. Tək qalır Azərbaycan. Azərbaycan prezidenti əgər bu tədbirə gedəcəksə, Cənubi Qafqazdan bu tədbirdə iştirak edəcək tək prezident olacaqdır. Dolayısıyla, indi görün, Azərbaycan prezidentinin Rusiyaya səfər etməməsini istəyən ən az 2 qonşumuz var. 3-cü qonşu Cənubdadır. Və Avropada nə qədər ölkələr var ki, Azərbaycan prezidentinin oraya getməyini istəmirlər. Ona görə də bu adi bir təxribatı törətmək çox asandır. Azərbaycan gedərsə haqlıdır, getməzsə yenə haqlıdır. Gedərsə nəyə görə haqlıdır? Çünki Azərbaycan bu parada gedəcəksə, ərazisinin 20% işğal olunmuş və bugün də işğal altında olan Gürcistanın prezidenti kimi getməyəcəkdir. Azərbaycan bu parada gedəcəksə, Ermənistan kimi regionda bütün siyasi, iqtisadi proseslərdən kənarda qoyulmuş, məğlub bir ölkə kimi getməyəcəkdir və yaxud Rusiya ilə şaquli münasibətləri, Rusiya tərəfindən imperativ diktə olunan münasibətləri olan bir ölkə kimi getməyəcəkdir. Azərbaycan müstəqil iradəsindən müstəqil dövlət kimi gedəcək. Çünki İkinci Dünya müharibəsinin qurbanları sırasında 700 mindən çox Azərbaycanlı var. Yəni, ona görə də indi bu diapazondan baxanda, geniş fokusdan baxanda, görün bu hadisənin törədilməsi üçün nə qədər səbəblər var ki, önümüzdəki Rusiya-Azərbaycan münasibətləri daha da dərinləşməsin, daha da istiləşməsin və demək, Putinin mümkün bu xəyali özünün siyasi düşərgəsində Azərbaycan görünməsin, olmasın. Bax, məsələlər bu qədər böyük ola bilər. Rıza müəllim, ehtimal varmı ki, biz baş vermiş hadisəni çox qloballaşdırırıq? Ola bilərmi ki, bu doğrudan da hansısa bir məmurun öz fəaliyyətinin nəticəsidir, hansısa bir, belə deyək, qurumun öz fəaliyyətinin nəticəsidir. Rusiyada hakimiyyət piramidası çox böyük olduğuna görə bəzən məlumatın ötürülməsi özü vaxt aparan bir proses olur. Hierarxiyası da çox mürəkkəb. Belə ehtimal varmı? Bilirsiniz, hər bir halda Xariclər Nazirliyində vurğuladığı kimi biz Rusiya tərəfindən təfərrüatlı izahat gözləyirik və bu izahat nə qədər tez olarsa, həmin bu, deyək ki, əlavə spekulyasiyalar eləməyə və yaxud da ki, diskusiyalar aparmağa və s. bu tez qapana bilər. Ona görə bu izahatlar gəlməyənə qədər bu qeyri-dost addım kimi bu münasibətlərdə qalır və nəzərə alsaq ki, təyyarə qəzasından sonra baş verən hadisələr və deyək ki, haker hücumları və s. bu ərəfədə parlamentlər arasında dialoq olub. Deyək ki, Federasiya Şurasının sədri Bakıya səfər eləyir, sonra MDB parlamentlər arası ittifaqı çərçivəsində olan tədbirə səfər olur. Yəni, parlamentlər arasında dialoq var və parlament hədəf götürülür, onun bir üzvü hədəf götürülür. Bu təsadüfdürmü? Yəni, hansı işlək bir mexanizmdə bu problemi yaratmaq üçün cəhdlərin olması? Fayda verən mexanizmlə söhbət gedir. Məsələ bundadır. Yəni, münasibətlərin daha da güclənməsinə xidmət edən sahəyə zərbənin vurulması kimi. Mən də onu vurğulamaq istəyirəm və Azərbaycan-Rusiya münasibətlərində hətta 90-cı illərdə bizim torpaqlarımız işğal altında olanda Rusiyanın Ermənistana 1 milyard ABŞ dolları məbləğində silah verdiyi bir dövrdə və s. həmişə praqmatizm Azərbaycan tərəfindən ön planda dayanıb. Yəni Azərbaycan-Rusiya münasibətdə həmişə də ki, iki tərəfli maraqlardan və eyni zamanda öz milli maraqlarının üstünə tutmaqla çıxış eləyib və Rusiyanın regionda o maraqlarına zidd hansısa addımları atmayıb. Yəni konkret misalda ki, Ermənistan
1 fevral 2024-cü ildən Roma statutuna qoşulub Beynəlxalq Cinayət Məhkəməsinin və Rusiyanın dövlət başçısının Ermənistana getməyə artıq hüquqi nöqteyi-nəzərdən problemdir. Yəni biz nəzərə alsaq ki, Ukrayna hadisələrindən sonra Beynəlxalq Cinayət Məhkəməsinin çıxartdığı həbs orderi, baxın, Lavrov Ermənistanı təbii strateji müttəfiqə adlandırdı. Mirzoyanın bir neçə ay bundan öncə Yerevana baş verən səfərlər və həmin o təbii strateji müttəfiqlik münasibətlərində olan dövlətlər arasında dövlət başı səviyyəsində dialoqda ciddi bir problem var. Yəni bu məsələnin bu tərəfi. İkinci, bu gün münasibətləri yükləyən bizim nöqteyi nəzərdə mən bir məsələ görmürəm. Yəni torpaqlar işğaldan azad olunub. Vətən müharibəsi dövründə də, biz sonra suverenimizin bərpası üçün atılan o bir günlük həyata keçirilən antiterror əməliyyatları zamanında, yəni obyektivlik naminə deyək ki, Rusiyanın mövqeyi beynəlxalq hüquqa əsaslanırdı və inkar olunmaz ki, Rusiya Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirildiyini qəbul elədi və beynəlxalq hüquq kontekstində kənara bir addım atmadı. Bu münasibətlərdə yeni bir dönəmin başlanğıcı kimi də xarakterizə oluna bilər. Yəni 90-cı illər 1 milyard silahı verən Rusiya 2020-ci il Vətən müharibəsindən bu günə qədər deyək ki, bu məsələlərdə bir obyektiv mövqe ilə bir üzləşdir. Və digər bir vacib məqam da deyək ki, Rusiya sülh məramlarının hansı səbəbdən olursa olsun da, Rusiyanın hazırda beynəlxalq mövqeləri ilə bağlı olsun və s. vaxtından əvvəl, çünki onun predmeti ilə bağlı məqam olmadı, çıxartdı. Deməli, bu da növbəti bir iki tərəfli münasibətlər üçün atılmış müsbət bir addım idi. Və münasibətləri yükləyən o işğal faktoru ki var idi, bugün o da ortada yoxdur. Deyək ki, Azərbaycanla bağlı bir addımı atıb, sonra Ermənistanın da ruhuna nəsə bir cümlə deməyə ehtiyac yoxdur. Çünki Qarabağda daxil olmaq bütün işğal altında olan ərazilər Azərbaycanın suveren ərazisidir. Bunu bütün dünya qəbul edir. O cümlədən də Rusiya təsdiq elədi və bunu Ermənistan da qəbul edir. Deməli, bugün o məsələ də yoxdur. Münasibətlərdə və hazırki şəraitdə Rusiyanın ətrafında bugün neçə dövlət var? Və bizi kimi doğrudan da praqmatik siyasət yürüdən. Qərb dövlətlərindən aydındır. Hətta Rusiyaya yaxın münasibətdə olan Serbiyanın ara-sıra mövqesi və digərlərin. Və belə bir şəraitdə Azərbaycan kimi alıcılıq qabiliyyəti olan, potensialı olan, iki tərəfli münasibətlərə töhfə vermək gücündə olan və liderlər arasında dialoq faktoru və s. bu dövlətə qarşı addımın atılması, bu nəyə hesablanıb? Hansı qüvvələr tərəfindən? Və məsələ nəyə görə uzanır? Yəni, bax, bu məsələlər o ümumi kontekstdən baxanda narahat edicidir. Yəni, o bayaq qüllələr məsələsi var ki, bir əlin o birisindən xəbəri yoxdur, amma bu təbii ki, tərəfli münasibətləri biz ümumi kontekstə baxırıq və 2022-ci ildən hansı ki biz strateji müttəfiqlik səviyyəsindən qaldırıq. Biz bunu qardaş Türkiyə ilə eləmişik və eyni münasibətlər Rusiya ilə qurulub. O müddəalara baxanda iki tərəfli münasibətlərin səviyyəsində biz hansı aspektləri görürük və bu da o da daxil olmaqla 97-ci ildə Rusiya ilə imzalanan o beynəlxalq müqavilə var idi. Dostluq və qarşılıqlı təhlükəsizlik haqqında. Onun da bütün müddəalarına zidd bir addımdır. Fəqət mən son dövrlərdə Rusiyada bax bu cür hadisələr tez-tez baş verir. Sosial şəbəkələrdə görüntü yayıldı. Qırğızstanlı miqrantları Rusiya polisi Moskvada səhv eləmirəmsə çox qeyri-insani rəftar elədilər filan. Bununla bağlı qalmaqal yarandı. Sonda dedilər ki, yox, belə də olmalıymış. Qazaxıstan ünvanına olmazın həqarətləri səslənir. Qazaxıstana qarşı ərazi iddiaları verilir. Şimali Qazaxıstan Rusiyaya birləşdirilməlidir. Rus dilinin statusu ilə bağlı. Qazaxıstan da buna adekvat cavab verir. Kim deyirsə onları bir-bir hamısı persona non grata elan edilir. Sizə elə gəlmirmi ki, artıq bu müasir Rusiyada, Ukrayna ilə müharibə aparan Rusiyada bir sistematik xarakter almağa başlayıb? Bunu artıq bir tendensiya kimi görmək olarmı? Əlbəttə var. Yenə də deyim, hakimiyyətdə güclü əlin tərəfdarları var. Hansılar ki, deyirlər ki, biz bütün qonşularla güc dilində danışmalıyıq, bizdən ancaq qorxmalıdırlar və biz var gücümüzlə bunu həyata keçirməliyik. İndi fikir verin, Rusiyada bu müharibə gedir, 3 ildən çoxdur. İqtisadiyyat keçib hərbi relslərə. Hərbi qüvvələr, təhlükəsizliyə aid olan qüvvələr daha çox maliyyə alır və əlbəttə ki, onlar bunu qoruyub saxlamaq istəyir. Və birdən-birə hansı kiçik dövlətlər çıxır, nəsə bir fikir söyləyirlər və yaxud Azərbaycan prezidenti Rusiya prezidenti ilə telefonla danışır və 3 saatdan sonra xəbər yayılır ki, Rusiya sülh məramları bir il qabaq Azərbaycanın ərazisini tərk edirlər. Və onlar bu addımlar da həm də misal üçün deyək də Putinə də qarşıdır. Hansı ilə ki, onlar fikirləşirlər ki, ona birbaşa çıxış əldə edirlər. Bizim planlaşdırdığımız oyunu pozurlar və s. Bu demək deyil, Putin onlardan xəbərsizdir. Putin onlardan xəbərdardır. Çünki hər zaman
Kremlə bir neçə istiqamətə təkliflər gəlir, bütün məsələlərlə bağlı. Və o seçim edir, hansı istiqamətdə hansı addımlar atılsın. Və o onların fikrindən xəbərdardır. Onlar da belə addımlarla, belə təxribatlarla çalışırlar öz tərəflərinə çəksinlər Rusiyanın prezidentin fikirlərini, düşüncələrini və s. Biz onu 2014-də Ukrayna hadisələrində də gördük. O vaxtda da bir dəstə deyirdi ki, müharibəni indi başlamalıyıq, Ukraynanın yarısını işğal etməliyik və s. Və bir neçə istiqamətdə hətta başlamalıyıq. Yəni, indi Azərbaycana gəldikdə fikir verin. Onlar deyirlər ki, biz Azərbaycanın qabağından geri çəkilməməliyik. Uçaq məsələsidirsə, təyyarə qəzası vurulmasıdırsa, biz onu fərqli cür yozmalıyıq. Və başlayırlar bu kontenti formalaşdırmağa. Və yaxud Rus evi ilə, Rossatudniçstvanın o filialı ilə bağlı Azərbaycana qarşı bu kiber hücum baş verdi. Yəni bunlar hamısı birbaşa olaraq onlardan gələn bir siqnallardır. Ki sizin də addımlarınız cavabsız qalmayacaqdır. Onlar Bakıya bu siqnalı verirlər. Amma Bakı təmkinlidir. Və öz istəklərinə də nail olur. Yəni biz bunu artıq bu veriliş çərçivəsində biz hamısını qeyd etmişik. Heç bir ölkədə bu baş verməyib. Heç bir qonşu ölkədə bu baş verməyibdir. Ancaq bizdə olubdur bu. Və biz irəli gedirik. Əgərləri bu təyyarə məsələsi bağlanmayıb, bəziləri ağzı göçəklər deyirlər ki, hesabat yayıldı, xeyr, məsələ bitməyib. Bir ildən sonra yekun hesabat dərc edilməlidir. Yəni bu artıq qanundur. İKAL qaydalarıdır. Bəli. Və ondan sonra məhkəmə iddiaları qaldırılır. Və o məhkəmə əgərləri indi onlar razılaşdırılmış rəqəmlə problemi həll edə bilərdilər. Birincisi şirkətlə, bir də zərər çəkənlərlə. Orada artıq iddiaların miqdarı və miqyası fərqli cür hesablanacaqdır. Bir neçə dəfə çox olacaqdır. Onlar bu yolu seçiblərsə, biz bu yolla gedirik. Bu bizim iki tərəfli münasibətlərimizə xələl gətirir, emosional qaydada bəli. Amma yenə də təkrar eləyək, Rusiyanı inkar etmək mümkün deyil. Biz bu münasibətlərdə diferensial, yəni seçim etməliyik. Əgər hansısa bir sahə bizim marağımızdadırsa, o ilə əməkdaşlıq eləyik. Hansısa marağımızda deyilsə, o məsələ qalır. Və biz də öz növbəmizdə siqnalımızı yollayırıq ki, bu təyyarə məsələsi həll olunmasa, əlbəttə ki, problemlər yaşanacaqdır. Nazir müəllim, sizin fikriniz, ola bilərmi ki, hal-hazırda bu dünyada bununla bağlı çoxlu proqnozlar verirlər və Rusiyanın ətraf dövlətlərə qarşı münasibətini, Rusiya siyasəti, Ukrayna müharibəsi bitərsə Rusiyanın xeyrinə dəyişəcək kimi bir mesaj verirlər bəzi ekspertlər. Necə qiymətləndirirsiniz bax bu ehtimalları və indi Rusiyada Mərkəzi Asiya Respublikaları ilə bağlı baş verənləri həmin o gələcək siyasətin qaranquşları kimi hesab edənlər nə dərəcədə haqlıdırlar? Kifayət qədər haqlı olduqlarını sübut edən əldə ciddi əsaslar var. Fərhad müəllimin 2014-cü il dediyi məsələ bu təsadüfi hadisə deyildi Rusiya-Ukrayna münasibətində. Çünki elə həmin ərəfədə də müharibə partiyasının tərəfdarları, onlar çalışırdılar, hətta belə bir fikri formalaşdırsınlar ki, tək Rusiya-Ukrayna yox, Rusiya və digər keçmiş Sovet İttifaqı respublikaları istiqamətində yumuşaq gücdən istifadə edərək müəyyən siyasi proseslərə başlamaq lazımdır. Bəzi hallarda Qazaxıstan və digər timsalları nəzərə saldıqda orada ola bilər ki, gücdən də istifadə olunsun. Və sadəcə olaraq o dönəmdə dünyada gedən çox ciddi siyasi proseslər imkan vermədi ki, Rusiya bax bu addımları atsın. Çünki müəyyən mənada Ukrayna cəbhəsində baş verən hadisələr müəyyən mənada Rusiyanın o imperialist iştahını müəyyən mənada doydura bildi. Ona görə də Rusiya bunu bir qədər etələmiş oldu və sonraki prosesləri də biz nəzər saldıqda görürük ki, bəli, hansısa istiqamətlərdə biz bu tip münasibətin şahidi ola bilirik. Bəli, Azərbaycanla bağlı biz bu münasibətin şahidi deyilik.
Azərbaycan güclü dövlətdir. Azərbaycan bərabər hüquqlu bir çox prosesləri, Rusiya ilə də bağlı xarici siyasət kursu kifayət qədər praqmatikdir. Hətta diferensialdır müəyyən mənada da. Və bu da öz bəhrəsini verməkdədir. Digər dövlətlər təbii ki, belə söyləyə bilməyəcəklər. Çünki elə miqrasiya məsələsini siz qeyd edərsiniz. Miqrantlara qarşı olan münasibətlər və digər, bəli, orada çox ciddi proseslər baş verməkdədir. Nəzərə alsaq ki, orada Çin Xalq Respublikasında, Mərkəzi Asiya Respublikalarında mövqeyi ilə Rusiyanın sırf Mərkəzi Asiya Respublikalarına bağlı geosiyasi və geostrateji maraqları üst-üstə düşmür. Orada da çox ciddi toqquşmaların biz şahidi oluruq. Xüsusilə də Qazaxıstan üzərində bu daha çox açıq-aşkar, qabarıq şəkildə özünü büruzə verər və Çin Xalq Respublikası 10 milyardlarla vəsait yatırdığı bölgədən təbii ki, elə belə çəkiləsi deyil və daha da bu təzyiqləri bir qədər də artıra bilər. Amma Rusiya burada Çinlə toqquşmaqla faktiki olaraq daha çox özünün geostrateji siyasi kursunu formalaşdırmaqda bəlkə də ola bilsin ki, nisbətən balaca olan dövlətlərin maraqlarını zid siyasət yürütməkdən heç də çəkinəsi deyil. Və nəzərə alsaq ki, burada müxtəlif qüllələr müxtəlif cür düşünür, müxtəlif qüllələr müxtəlif cür siyasət yürüdür və bu da əslində Rusiyanın ziyanı olan bir prosesdir. Yəni bir mərkəzləşdirilmiş, bir sentrist bir siyasi kursu biz görmürük. Hikmət bəy, sizin fikriniz, Rusiya Ukraynanı bitirib Avropaya yönələcək, postsovet respublikalara yönələcək. Bu fikir hal-hazırda dünyanın xüsusən də qərbdə əksər siyasi ekspertlər tərəfindən səsləndirilir. Hətta Şərqi Avropa ölkələrinin liderləri belə birbaşa mətnlə bunu deyirlər. Bu ehtimalı qəbul edirsinizmi? Mənə gəlir ki, belə bir ehtimal indiki şəraitdə real görünmür. Rusiya Federasiyası 3 ildən çoxdur müharibə aparır. Bugünə qədər də hələ Lugansk və Donetskinin inzibati sərhədlərini tam nəzarətə götürə bilməyibdir. Belə olan halda, əlbəttə ki, Avropalıların dediyi kimi birdən-birə Polşaya hücum edəcəkdir, NATO ölkələrinə hücum edəcəkdir, Avropalılar Rusya danışmalı olacaqlar. Bunlar, mən elə gəlir ki, indiki şərtlər içərisində reallıqdan uzaqdır. Nəticə itibarilə 3 illik müharibə Rusiyanı xeyli tükədibdir. Üstəlik də biz bir şey bilməliyik ki, yeni dəyişən dünyada, yeni formalaşan dünya nizamında heç bir güc mərkəzi, heç bir pan-idealist xalq razı olmayacaq ki, Rusiya ortaq yer kürəmiz olan bu planetdə bu qədər sərvətlərin üzərində otursun və onu heç kimə verməsin. Bu bölüşülməlidir, paylaşılmalıdır. Ona görə də Amur hövzəsindən Çin gəlir, Alyaska tərəfdən Amerika Birləşmiş Ştatları gəlir, buradan Avropa gəlir və s. və s. Mənə elə gəlir ki, bu müharibə də əslində ona hesablanmışdı ki, gələcəkdə daha Rusiya ilə daha rahat, daha bərabər hüquqlu davranmaq üçün şərtlər yaransın. Məncə qismən bu məqsədə artıq nail olundu. Amma qaldı ki, Rusiya Federasiyasının paytaxtının, Kremlin qüllələrinin sayına doğrudur. Qüllələrin sayı çoxdur. Amma lazım gələndə bu qüllələr bir mərkəzdən idarə oluna bilir. Məsələn, hazırki mərhələdə mənə elə gəlir ki, yenidən o bir mərkəzdən bu qüllələrin hamısının idarə olunması üçün Rusiyaya yeni bir passionarlıq lazımdır. Bax, 90-cı illərin əvvəllərində dağılmaqda olan Yeltsin Rusiyasını passionarlıq xilas etdi. Hansı formada? Primitiv formada. Primitiv sosial münasibətlər kontekstində. Onda nə ölkənin miqrasiya sistemi vardı, nə miqrasiya xidməti vardı. Ondan sonra nə Rus milli kimliyini qorumaq cəhdləri var idi. Burada nə edirlər? Çox sadə üsula alatdılar. Ksinxetlərin passionarlığını atdılar orada. Bunlar hamını qorxutdular, hamını çəkindirdilər. Rusiyanın sahibi bizik dedilər. Amma indi vəziyyət başqadır. Rusiya cəmiyyətində və siyasi sistemdə passionarlıq yaradacaq resurslar yoxdur və yaxud ətalət vəziyyətindədir. İndi buna başlanğıc sürət vermək lazımdır. Başlanğıc sürəti vermək üçün isə bax, ideoloji mərkəzlər var, bu cür addımları atırlar. Yəni, bir milləti yenidən imperativ etmək üçün qarşıda ona düşmən göstərmək lazımdır. Onu nifrətlə silahlandırmaq lazımdır. Bunlar passionarlığın tətikləridir. Çünki passionarlıq nədir? Allah Lev Qumyova rəhmət eləsin. O deyir ki, ölüm halında olanın dirilib və ətrafı boğmasıdır passionarlıq. Ona görə də Azərbaycana münasibətdə bu passionarlığı bu şəkildə eləməyə çalışırlar. Görürsün, konfliktlər yaratmaqla. Yəni, Rus xalqının mümkün o inersiyasına
ətalətinə, yəni başlanğıc sürət verib, oradakı o potensial enerjini kinetik enerjiyə çevirməyə çalışırlar. Kinetik çevirməyə çalışırlar ki, bu hərəkəti prosesində özü qüvvə yığacaq. Amma bu mümkündürmü? Mənə elə gəlir ki, artıq o resurs kifayət qədər məhduddur. Rusiya-Ukrayna müharibəsi hələm davam edir və qısa müddətdə də bu müharibənin dayanacağı elə də yaxın görsənmir. Sizin fikirsiniz Bəmən? Murad müəllim, Rusiya-Azərbaycan münasibətlərinə bu yeni siyasi reallıqlar şəraitindən nəzər saldıqda görürük ki, Rusiyanın bu regiona, Cənubi Qafqaza, o cümlədən Azərbaycan daxil olmaqla o bəzi gözləntiləri, bəziləri üçün tələb, bəziləri üçün dəyişmir bir neçə məqamda. Bunlardan biri deyək ki, o regionu öz cənubunda hərbi bloklara qoşulmayan bir region kimi görmək istəyir. Rusiya ilə Ukrayna arasında baş verən hadisələrin əsas mağzında duran məsələlərdən biri də bu idi. Yəni, hansısa bloka can atmaq və ona qarşı bu reaksiya. Cənubi Qafqazda, deyək ki, Ermənistan da, Gürcüstan da bu və digər şəkildə deyək ki, Kremlə narazı salan hansı məqamları, addımlar atır. Azərbaycana münasibətdə, deyək ki, 93-cü ildə ümumi liderin hakimiyyətə gəlməsindən bu günə qədər sabit, stabil bir xətt yürüdülür. Rusiyanın təhlükəsizlik maraqlarına toxunmayan, öz təhlükəsizlik maraqlarını təmin edən, deyək ki, bizim Türkiyə ilə o strateji tərəfdaşlıq münasibətləri və s. Yəni, Azərbaycan kifayət qədər balanslı siyasət aparır ki, deyək ki, Kremli hansısa bir məqamda narazı salan addımlar atılmasın. Çünki bizə də böyük dövlətlə, şimaldakı qonşumuzla gərgin münasibətlərdə ümumiyyətlə maraqlı deyilik, orada olan Azərbaycanlılar və digər faktorlar məsələsi də nəzərə alınmaqla. Sonra regionun və Azərbaycanın malik olduğu coğrafi nöqteyi nəzərdən, xüsusilə hazırki şəraitdə Avropa İttifaqının artan maraqları Çinlə, Orta Asiya ilə münasibətlər və yaxud da ki, Çin-Avropa İttifaqı ticarət münasibətləri, Trumpın həmin o tarif siyasəti kontekstində o yeni intibah dövrünə başlaması, burada yenə əsas həlqə, əsas segment Gürcüstan-Azərbaycan tərəfdaşlığıdır. Yəni, əsas sabit, stabil nöqtə bu orta dəhlizdə də budur. Deməli, burada baş verən hadisələr nöqteyi nəzərindən Azərbaycan çox vacibdir Rusiya üçün. Və yaxud da Şimal-Cənub dəhlizi. Azərbaycanın malik olduğu coğrafi mövqe. Və 9 may istiqamətində bu faktı mən deyim, bizim televiziyalarda, ümumiyyətlə bu icmallarda, təhlillərdə bu çox az yer almış bir məsələdir. Biz indi qədər 9 mayda Azərbaycanın qələbəsi deyəndə insan faktoru təbii ki, ön plana gəlirdi. Ki, 600 mindən çox Azərbaycanın olması, onun yarısı qayıtmadı, Azərbaycan neftinin əhəmiyyəti və üçüncü vacib bir faktor bizim coğrafi mövqenin üstünlükləri olur. Bilirsiniz, ona ilə bağlıdır. Lent-Lease proqramı çərçivəsində deməli, göndərilən yüklərin, hərbi təyinatlı və digərlərinin 45%-i belə də gedir Amerikan ədəbiyyatında. İran, Sovet Azərbaycanı üzərinə. Yəni, bu coğrafi mövqenin həmin qələbənin təmin olmasındakı əhəmiyyətə baxın. Həmin Xəzər dənizi, həm Azərbaycanın quru yolu daxil olan, hətta sonraki dövrdə ki, Volqa ətrafında artıq Wehrmacht gəlir yer alır. Yəni, Azərbaycanın bu sahədə də əvəz olunmaz o coğrafi mövqenin verdiyi töhfə və Xəzərlə bağlı bir məqam. Deyək ki, 2001-2003-cü ilə qədər bu da münasibətlərdə hansısa, mən o strateji gərginlik yaradacaq məsələlərdən danışıram. Bu məsələlər də vardır. Amma çox rahat hal olunan bir məsələ oldu. İki tərəfli, sonra üç tərəfli və statusuna bağlı Rusiyanın bugün narazı salan bir məqam olmadı. Və bu tipli məsələlərlə bağlı bir dənə misal deyim. 90-cı illərdə, xüsusilə 94-cü kontrakt imzalanında biz gördük ki, yəni Rusiyanın o xarici siyasətinə təmsil olunan qüvvələrin vahidliyinin olunması məsələsindən vurulamaq istəyirəm ki, deyək ki, enerji kompleksi, sənaye kompleksi nümayəndələri neft kontraktında yer alırdı. Çox pragmatik bir addım atır. Çünki Rusiyanın özünün iqtisadi vəziyyəti aydın idi və bundan sonraki digər məsələlər. Deyək ki, Kozrev başda olmaqla bir başqa qrup isə BMT-də etiraz notası təqdim edir. Yəni, ziddiyyətli addım. Bax, o həmin qüvvələrin, belə deyək də, nəsillərinin davamçıları bugün də iki tərəfli münasibətlərdə hansısa bir məqamda bu addımları atır və bu yüksək səviyyədə olan dialoqa, iki tərəfli dövlətlər arası münasibətlərə kölgə salmaq istəyir. Fərhad bəy, mən xatırlayıram, səhv eləmirəmsə, Eduard Ambrosiyeviç Şevarnadze müsahibələrin birində demişdi ki, MDB yaranan dövrdə, uzaq illərdə, mən və Heydər Əliyev MDB sammitlərində bir yerə araya gəlirdi, bir ortaq fəaliyyət göstərib, bizim maraqlarımıza zidd olan təsirlərdən bir-birimizi sığortalayıb vəziyyəti düzəltməyə çalışırdıq. Bu, Şevarnadzenin xatirələrində var. Sizə elə gəlmir ki, biz indi eyni dövrə yaxınlaşırıq ki, Azərbaycan, indi Gürcüstan MDB-də yoxdur. Azərbaycan, Mərkəzi Asiya ölkələri, bəlkə də Rusiyanın müəyyən qüvvələrindən gələn təzyiqlərə ortaq müqavimət göstərmə üçün birgə fəaliyyət göstərmə səviyyəsinə çıxacaqlar. Bu və digər formada bu var. Yəni, ən azı biz bir-birimizə baxırıq, hansı formada münasibətlər necə formalaşır. Misal üçün, Azərbaycan
Rusiya ilə o münasibətlərin, o bəyannaməni imzalayanda onun nümunəsi vardı. 2005-ci ildə Özbəkistanla imzalanan bəyannamədir. Yəni MDB məkanında, postsovet məkanında iki ölkə var ki, hansı ilə Rusiya iki tərəfli münasibətləri bax o səviyyəyə gətirib çıxardı. Yəni biz hər zaman bunu hiss eləmişik və istəsək də istəməsək də müzakirələr həyata keçirilir. İndi burada biz danışırıq, bəli, biz gözə görsənən nədir? Azərbaycan millət vəkilinin Rusiyaya buraxılmaması, kiber hücum, Təyyarə olayı və ona qarşı olan reaksiya və s. Və burada biz Rusiyada Azərbaycana qarşı olan qüvvələri deyirik. Amma Rusiyada praqmatik qüvvələr də var. Hansıların vasitəsilə Azərbaycan və bizi kimi dövlətlər də öz münasibətlərini qurur. Yəni sizə nə lazımdır? İqtisad əməkdaşlıq lazımdır, buyurun. Sizə lazımdır yollar var. İrana yol istəyirsiniz, gedək. Enerji İranla, qazın idxalı ilə bağlı razılaşma var, Azərbaycan infrastrukturunu verir. Beynəlxalq təşkilatlarda Azərbaycanın xarici siyasətinə cavab verən məsələlərdə biz Rusiya ilə birgə fəaliyyətimiz var. Rusiya sülh məramları çıxdı. Deməli, o qruplar da var. Biz o qrupları heç də yaddan çıxartmamalıyıq. Və biz görürük ki, bugün Azərbaycanın nümunəsində onlar digərlərindən daha üstün mövqelərə sahibdir. Nəyə görə? Çünki Azərbaycandan Rusiyanın istəklərinə, belə deyək də, minimal istəklərinə Azərbaycan cavab verir. Ona görə yox ki, biz Rusiyadan qorxuruq. Çünki bizim də maraqımızdadır bu. Biz istəmirik bizim regionumuz geosiyasi mübarizəyə çevrilsin, meydanına çevrilsin. İstəmirik bunu. Demək ki, biz çalışırıq ki, bu regiondan Rusiyaya təhlükə olmasın. Bu da Rusiyanın marağındadır. Və bir çox digər məsələlər var. Ona görə Rusiya ilə münasibətlərdə bilirsiniz, heç bir kiçik Kanada, ABŞ-la qonşudur. Neçə illərdir. Onun kölgəsində rahat yaşadılar, indi problem yaşayırlar. Meksika yaşayır. Yəni, böyük dövlətlə həm sərhəd olmaq çətindir. Yəni, buna biz alışmalıyıq. Burada hər hansısa bir hamar yol olmayacaqdır. Hər zaman o tərəfdə düşünəcəklər ki, biz daha çoxunu ala bilərik, əgər təzyiq etsək və elə dəstələr olacaqdır, deyəcəklər ki, yox, dayanmaq lazımdır və hətta geri vermək lazımdır ki, heç olmasa Azərbaycan kimi ölkələrdə biz öz mövqeyimizi qoruyub saxlaya bilərik. Bu müsbət əlavəniz vardır. Sadəcə bir deyilənlərə qatılaraq bir şey əlavə eləmək istəyirəm. MDB ölkələri içərisində Rusiyaya qarşı müqavimət üçün bir platforma yaratmaq cəhdi baş tutmadı. Yadınıza gəlirsə bir güam yaradılmışdı. Sonra güam oldu, Özbəkistan da bura daxil oldu. Əraziləri işğal olunan, tutaq ki, Moldova, Azərbaycan və s. Amma indi nə baş verir? Mənə elə gəlir ki, Azərbaycan öz təşəbbüsünü, yəni bu kənardan ixrac edilən bir platforma idi və bu da baş tutmadı. Ancaq Azərbaycan hazırda Türk Dövlətləri Təşkilatını yaratmaqla və bunlar arasında sinxron hərəkət etmə platforması hüquqi baxımdan və feylən yaratmaqla Azərbaycan qardaş, Türkiyə digər qardaş Orta Asiya respublikalarından buna qarşı müəyyən bir yumşaq yastıq və yaxud amortizasiya deyirikdə yumşaldıcı bir diplomatiya qura bilibdir. Mən proqramı başlayanda bir ritorik sualla başladım və tamaşaçılara söz verdim ki, bu suala cavab axtarmağa çalışacağıq. Söhbət Rusiya nə istəyir sualından gedir. Mən anlayıram ki, bu sual çox ritorikdir və əslində cavabı da çətindir. Amma məhz buna görə bu sualdan təklif edirəm ki, siz hər biriniz qısaca olaraq bu suala öz fikrinizi bildirəsiniz. Sizin fikrincə, Rusiya nə istəyir? Azərbaycan, buyurun, sizdən başlayaq. Rusiya nə istəyir? Çox maraqlı sualdır. Məsələ bundadır ki, indi son illərin hadisələrinə biz nəzər saldıqda, Rusiyanın xüsusilə də qonşularla əlaqədar həyata keçirdiyi xarici siyasət kursuna nəzərə saldıqda görürük ki, Rusiya özünün təsir dairəsində olan dövlətlər üzərində öz siyasi iradəsini təmin edəcək bir xarici siyasət kursunun qurulmasına çox maraqlıdır. Bəzi ölkələrdə bu buna nail olubdur. Məsələn, Ermənistan timsalını götürür ki, artıq forpost səviyyəsində idi zamanında, hətta belə. İndi baxmırıq ki, Avropa İttifaqı var, amma yenə də indi iki deməli, qütbün forpostuna çevrilibdir.
Amma digər dövlətlərdə bu baş tutmur. Bəzi dövlətlər Ukrayna misal timsalında görürük ki, çox sərt şəkildə buna müqavimət göstərdi. Gürcüstan müəyyən itkilərə məruz qaldı. Amma bütün bu dövlətlər arasında Azərbaycan özünə məxsusluğu ilə seçilir. Çünki kifayət qədər müstəqil bir siyasət yürüdür və bizim üçün Rusiyanın nə istəməyi ilk əvvəl Azərbaycanın maraqlarının hansı formada təmin olunması ilə şərtlənən bir məsələdir ki, yəni burada qarşılıqlı əməkdaşlıq, bərabər hüquqlu prinsiplər əsasında köklənən strateji tərəfdaşlıq mühitinin qurulması mövqeyindən irəli gələn bir siyasətdir. Yəni sırf Azərbaycanla bağlı biz bunu görürük. Digər dövlətlərlə bağlı bunu, yəni keçmiş Sovetlər İttifaqının daxil olan dövlətlərlə biz deyə bilmərik təbii ki. Buyurun Hikmət müəllim, siz fikriniz? Bu çox mürəkkəb deyil. Əslində Rusiya nə istəyir? Rusiya özünün ənənəvi klassik imperiyası ərazisində yeni formatda yeni bir hegemoniya münasibətləri qurmağa çalışır və hesab edir ki, Rusiya Federasiyasının təhlükəsizliyi də məhz mümkün bu hegemoniyanın sərhədlərindən başlayacaqdır. Elə atdığı bütün addımlar da Şərq Avropadakı Ukraynaya qarşı münasibəti də, Gürcüstana münasibəti də, digər ölkələr, elə Ermənistanla da zopa, kökə münasibətlərdə hamısı buna söykənir ki, nəticə itibarilə ənənəvi təsir dairəsində yeni dövrün yeni tələblərinə uyğun olaraq bir diktə edən Rusiya qursun və beləliklə öz yeni 21-ci əsr təhlükəsizlik arxitekturasını yenidən inşa etsin, amma yumşaq vasitələrlə, ənənəvi bu klassik imperiya vasitələrindən deyil. Rıza müəllim. Mən çox yığcam cavab vermək istərdim. Hesab edirəm ki, Rusiyanın istədikləri onun coğrafi mövqeyi və təhlükəsizliklə əlaqəli məsələlər ki, onlardan biri dediyim kimi yaxın ətrafında olan dövlətlərin bloksuz dövlətlər kimi öz təsir dairəsində görmək istəyir və görmək istəməklə reallıqda bunun üçün o potensial imkanların olması məsələsi var. Və ikinci mühüm bir məqam da Rusiyanın istədiyi və ətrafda qonşuların özünün də istəklərində o orta nöqtələrin tapılmasıdır. Bu nöqtələrin tapılması, o sabitlik hər iki tərəfin marağındadır. Yəni Rusiyanın cənubunda vaxtına Çeçenistanda baş verən hadisənin balaca bir avtonomiyada hansı baş ağrısına çevrildiyini biz uzun illər şahid olduq. Yəni sabitlik, dinç yanaşı yaşama, böyüklüyündən, kiçikliyinə asılı olmayaraq bütün qonşu dövlətlərin marağındadır. Üçüncü bir məqam isə çox tərəfli formatda olan əməkdaşlıqdır ki, beynəlxalq təşkilatlarda hər dövlətin bir səsi var. Yəni o bir səs məqamında da o qarşılıqlı hörməti diktə edən digər bir məqamdır. Fərid müəllim, və son olaraq siz? Rusiya çox şey istəyə bilər. Rusiya hər şey istəyə bilər. Əsas odur ki, bizim marağımızda olmadığı təqdirdə onu verməmək və öz istəklərimizi irəli çıxartmaq. Yəni danışıqlar yolu ilə, qarşılıqlı hörmət, bərabər hüquqlu və cavab vermək. Əgərləri xoş niyyətlə gəlirlərsə, istəkləri xoşdursa, 2 dəfə artıq cavab vermək o kontekstdə. Əgərləri mənfidirsə, 2 dəfə artıq mənfi kontekstdə cavab vermək. Hörmətli qonaqlar, proqramımıza ayrılan vaxt başa çatdı. Studiyamıza gəldiyinizə görə sizə təşəkkür edirəm. Əziz tamaşaçılar, biz bugün diqqət mərkəzində Azərbaycan və Rusiya arasında yaranan son qalmaqalı, Azərbaycan deputatı Azər Badamovun Rusiyadan deportasiya edilməsini və bundan sonra iki ölkə arasında mövcud, yaranmış gərginliyi müzakirə etdik. Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.